Azərbaycan Texniki Universitetinin İdman Sarayında badminton üzrə Azərbaycan International 2026 beynəlxalq turniri keçirilir. International Challenge kateqoriyalı turnirdə 33 ölkədən 347 badmintonçu qüvvəsini sınayır. 5 kateqoriya üzrə keçilən yarış 4 kortda oynanılır. Yerli və əcnəbi hakimlərin idarə etdiyi turnirdə təsnifat mərhələsinə artıq yekun vurulub. Bugündən başlayaraq əsas mərhələnin görüşləri keçirilir. Ölkəmizin 14 qız və 14 oğlan badmintonçu ilə təmsil olunduğu yarışın final qarşılaşmaları isə fevralın 8-də oynanılacaq. Sevindirici haldır ki, gənc idmançılarımız artıq bu yarışlara adaptasiya olaraq rəqabətə qarşılıq göstərirlər. Bu da bizi çox sevindirir və ümumilikdə yeni idmançılarımızın bu yarışlarda belə büruzə verməyi bu badmintonun ölkəmizdə populyar olmasından xəbər verir. Qidalanma, nəqliyyat məsələləri, bütün bu işlər koordinasiya olaraq Azərbaycan Badminton Federasiyasının işçi heyəti tərəfindən həyata keçirilir. Federasiyanın prezidenti Taleh Ziyadovun rəhbərliyi altında bu işlər yüksək səviyyədə davam edir. Ümid edirəm ki, burada iştirak etmiş bizim yerli idmançılarımız medal qazanacaq və ölkəmizin badminton sevərlərini öz çıxışları ilə sevindirəcəklər.